Neftçalanın fəxri, xalqın etimadını qazanan rəhbər Mustafa Əliyev. Azərbaycanın cənub bölgəsinin incilərindən sayılan Neftçala rayonu zəngin tarixi, qonaqpərvər insanları, zəhmətkeş sakinləri və vətənpərvər övladları ilə hər zaman seçilmişdir. Xəzər dənizinin sahilində yerləşən bu gözəl diyar, ölkəmizin sosial-iqtisadi inkişafına mühüm töhfələr verən rayonlarımızdan biridir. Neftçala təkcə təbii sərvətləri ilə deyil, həm də yetişdirdiyi ləyaqətli, dövlətinə və xalqına bağlı insanları ilə fəxr edir. Belə nümunəvi şəxsiyyətlərdən biri də P-Agro MMC-nin Neftçala rayon bölməsinin müdiri Mustafa Əliyevdir. Mustafa Əliyev uzun illərdir ki, çalışdığı sahədə yüksək peşəkarlıq nümayiş etdirərək insanların hörmət və rəğbətini qazanmışdır. O, öz məsuliyyətli fəaliyyəti, zəhmətsevərliyi, işinə bağlılığı və insanlarla səmimi münasibəti ilə seçilən rəhbərlər sırasındadır. Rəhbərlik etdiyi kollektivdə qarşılıqlı hörmət, işgüzarlıq və sağlam əmək münasibətlərinin formalaşdırılması istiqamətində mühüm işlər görmüşdür. Mustafa müəllimin həyat və fəaliyyət prinsiplərinin əsasını dövlətə, dövlətçiliyə və xalqa sədaqətli xidmət təşkil edir. O, müstəqil Azərbaycanın inkişafı naminə həyata keçirilən dövlət proqramlarını dəstəkləyən, ölkə rəhbərliyinin müəyyən etdiyi strateji hədəflərə uyğun fəaliyyət göstərən və öz əməli işi ilə dövlət maraqlarına xidmət edən ziyalılardandır. Bu gün Azərbaycan Respublikasının prezidenti Müzəffər Ali Başkomandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sürətlə inkişaf edir. Regionlarımız abadlaşır, kənd təsərrüfatı sahəsində mühüm nailiyyətlər əldə olunur. Mustafa Əliyev də bu inkişaf prosesində öz əməli fəaliyyəti ilə iştirak edir. Kənd təsərrüfatının inkişafına, fermerlərin fəaliyyətinin dəstəklənməsinə və bölgənin iqtisadi potensialının artırılmasına töhfə verir. Onun rəhbərliyi altında həyata keçirilən işlər insanların rifahının yaxşılaşdırılmasına, kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsinə və yeni imkanların yaradılmasına xidmət edir. Mustafa müəllim daim yeniliklərə açıq olan, müasir idarəçilik prinsiplərini tətbiq edən və kollektivin uğurunu şəxsi uğurundan üstün tutan rəhbər kimi tanınır. Mustafa Əliyevin fəaliyyətində ən diqqət çəkən məqamlardan biri də onun yüksək humanist keyfiyyətləridir. O, hər zaman şəhid ailələrinin, qazilərimizin və aztəminatlı ailələrin yanında olmağa çalışır. İnsanların sevincini öz sevinci, problemlərini isə öz problemi hesab edən Mustafa müəllim ehtiyacı olan ailələrə dəstəyini heç vaxt əsirgəmir. Xüsusilə 44 günlük vətən müharibəsindən sonra şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının artırılması istiqamətində dövlət siyasətinə uyğun olaraq, o da üzərinə düşən mənəvi və ictimai